Bu günlər noyabr ayının 21-dən Moskvada Rodogun Российское общество детских onkogematologov 5-ci konqresi keçirilir. Və biz bu konqresə material göndərmişdik. Həmən material burada 38-ci səhifədə dərc olunub. Adlanır Новые взгляды на лечение пациентов с острым лейкозом. Gördüyünüz kimi və burada söhbət onkohematoloji xəstələrin, daha doğrusu leykoz xəstələrinin ambulator müalicəsinin aparılması, aldığımız nəticələr və bu nəticələr əsasında da gəldiyimiz qərara ki, yəni bu xəstələrin müalicəsinin ambulator olaraq aparılması mümkündür və buna deməli bir perspektivli addım kimi də baxmaq olar. Bizim məqaləmiz qəbul olundu və gördüyünüz kimi burada çap olunmuşdur.